Bismillah, dəyərli dostlar, bu gün sizinlə danışacağım turşuların kimyəvi xassələrindən. Baxın, turşuların kimyəvi xassələrində birinci qaydamız belədir. Metal üstünə gəlirəm, deməli, turşu. Görək bu reaksiyalardan nə alınacaq? Əsas etibarı ilə buradan alınır duz və hidrogen. Yəni, məsələm üçün deyirəm, baxın, bir dənə reaksiya yazım üçün. Deyək ki, məsələm üçün. Sink üstünə gəlirəm H-xlor. Bu sink gözünə döndüyüm, H-ı tullayır qırağa. Onun yerinə girir. Yəni, təsəvvür edin, sinklə hidrogenin yerini dəyişmişəm. Olur sink xlor 2, üstünə gəlim H2. Bəs niyə xlor 2 oldu? Çünki xlor birvalentlidir. Xlor qalığı, H-xlorun qalığıdır. Ona görə xlor birvalentlidir. Sink də sabit kivalent elementdir. Ona görə sink xlor 2 oldu. Bu şəkildə. Bəs bütün reaksiyalarda bu qayda gözləniləcəkmi? Xeyr. Dostlar, yadınızda qalsın. 2 dənə burada şərt var. Yəni, bu reaksiyanın bu şəkildə getməsi üçün 2 dənə şərtimiz var. 1. Turşu nitrat turşusu olmasın. Bunun fərqi yoxdur. Qatı və yoxsa duru. Fərqi yoxdur. Nitrat turşusu olmasın. Bu 1. İkincisi, turşu qatı sulfat turşusu olmasın. Bir də metal da passiv metal olmasın. Baxın, yəni nə demək istəyirəm? Məsələn, sizin üçün kimsə yazsa ki, sink üstünə gəlirəm HNO3. Buradan alınsın, deyək ki, məsələn, sink NO3 2 dəfə üstə gəlirəm H2. Bu yalan söhbətdir. Heç bir metalın hünəri çatmaz ki, nitrat turşusundan hidrogen ayıra bilsin. Heç bir metalına, dostlar. Hətta belə deyək də, adlı sanlı metallar olan, deyək ki, natriumun, kaliumun və s. Onların belə buna gücü çatmır. Düşünün. Dahası, yəni bu reaksiya belə bir şəkildə olmur. Və yaxud da sink üstünə gəlirəm H2SO4-ün qatı versiyası. Duru demirəm, aşağılar, qatı versiyası. Burada da həmçinin alınsın sink SO4 üstünə gəlirəm H2 uşaqlar. Belə bir reaksiya yoxdur. Oldu mu dostlar? Heç bir metal qatı sulfat turşusundan və yaxud da nitrat turşusunun durusu və yaxud da qatısından hidrogen çıxara bilməz. Baxın, mən gedmir demirəm, hidrogen çıxarmır deyirəm. Hidrogen çıxarmır. Belə. Bir də dostlar, deməli, passiv metallar olmasın. Passiv metallar heç bir turşudan hidrogen çıxara bilməz. Məsələn, passiv metallarımız da hansılardır? Kuprum, iracium, argentum, platin, varum. Yəni, baxın, kuprum üstünə gəlirəm H-xlor. Buradan alınsın kuprum, xlorid üstünə gəlirəm H2. Dostlar, bu reaksiyada mümkün deyil, ola bilməz. Ondan qalan metallarla, ondan qalan turşular bal kimi də bir-birinə reaksiya daxil olacaqmı? Olacaqlar. İndi belə bir məqam var dostlar burada. Aktiv və orta aktiv metallar bütün turşularla reaksiya girir. Baxın, demirəm, bütün turşulardan hidrogen çıxarır. Deyirəm, bütün turşularla reaksiya girir. Aktiv və orta aktivlər. Yəni, cuhic, açpıt, AO, yəni passiv metalları çıxmaq şərti ilə yerdə qalan metallar istənilən turşu ilə reaksiya daxil olacaqlar. Yəni, məsələn, yazsalar ki, deyək ki, atıram, dəmir, üstünə gəlirəm, məsələn, HNO3. Bu reaksiya gedərmi? Bəli, gedəcək. Demirəm, hidrogen alınacaq. Deyirəm, bu reaksiya gedəcək. Okey, təbii ki, hidrogen alına bilməyəcək. Başqa cür gedəcək. Necə gedəcək? İnşallah gələcək biz nitrat turşusunu da öyrənəcək. Və dahası, kuprum, hidrogen və argentum. Bunlarsa başqa heç bir turşu ilə reaksiya girmirlər. Ancaq və ancaq nitrat turşusu və qatı sulfat turşusu ilə reaksiya girirlər. Yenə deyirəm, uşaqlar, buradan da hidrogen alınmayacaq. Sadəcə reaksiya gedəcək. Məsələn üçün, yazılıb, kuprum üstünə gəlirəm H-xlor. Bu reaksiya getmir, amma kuprum üstünə gəlirəm HNO3. Uşaqlar, bu reaksiya gedir. Amma nə alınır, onu saxlayıram qıraqda. Amma reaksiya gedir. Sonra dahası, dostlar, platin və aurum, yəni bu iki metalsa, bunlarsa ümumiyyətlə heç bir turşu ilə reaksiya girmirlər. Hətta nitrat və qat sulfatla da reaksiya girmirlər. Sadəcə bunlar, baxın, zərhəl dediyimiz və yaxud da çar arağı da deyirlər buna. Bax, bu qarışım ki var, nitrat turşusundan 3 mol xlor turşusunun qarışığı. Bu qarışıqda həll ola bilir. Qalanlarında yox, mümkün olmur. Oldu mu dəyərlər? Belə. Dahası, keçək növbəti məsələmizə. Deməli, duz üstə gəlirəm turşu reaksiyasından yeni duz və yeni turşu alınır. Ay müəllim, bu nə deməkdir? Bu da indi onda xırdalayaq sizin üçün. Dostlar, belə bir məqamımız var. Deyir ki, məsələn üçün, bir dənə gəlin duz yazaq. Deməli, bir var idi, bir yox idi, bir H2S var idi. Dostlar, ümumiyyətlə, turşuların ən böyük arzuları böyüyəndə duz olmaqdır. Duz olmaqdır. Təsəvvür eləyin. H2S-də, bir düşünün, H2S var idi. Və bu H2S əmələ gətiribdi, məsələn üçün deyirəm, natrium 2S adlı bir maddə, yəni duza çevrilibdi.
Sulfid turşusu çox xoşbəxtdir. Niyə? Çünki duza çevrilibdir. İndi baxın. Bunun üstünə gəlirəm H-xlor. Yəni duz üstünə gəlirəm turşu. Xlorid turşusu sulfid turşusundan aktivdir. Ona görə də onu duzundan sıxışdırıb çıxarır. Yəni nəticədə nə alınır? Natrium xlor və H2S. Fikir verin, daha doğrusu xlorid turşusu sulfid turşusundan qüvvətli olduğundan onu duzundan sıxışdırıb çıxarır. Uşaqlar, bu reaksiyanın əksi mümkündürmü? Yəni natrium xlor üstə gəlirəm H2S mümkündürmü uşaqlar? Xeyr, mümkün deyil. Amma dostlar, belə bir məqam var ki, deməli, turşu ilə duzun arasında gedən reaksiyanın mümkün olması üçün iki dəyər şərtimiz lazımdır. Bir, turşuların sıxışdırıb çıxarma sırasında, yəni sözün açdığım sıra, baxın bu sıradır ya uşaqlar. Bu sırada hər bir turşu özündən sonrakını duzundan sıxışdırıb çıxarır. Yəni turşu qüvvətli olmalıdır, özündən sonrakını duzundan sıxışdırıb çıxarmalıdır. Bir, bu şərt gözlənilməlidir. Oldu mu? Bir də uşaqlar, belə bir şey olmalıdır. Bu şərt gözlənilməsə də, reaksiyanın sonunda çöküntü alınarsa bu reaksiya gedir. Ay müəllim, bu nə deməkdir? Məsələn, uşaqlar, normalda, baxın, natrium NO3 üstünə gəlirəm H-xlor. Fikir verin, nitrat turşusu ilə xlor turşusu eyni qüvvətlidir. Baxaq, alınır buradan natrium xlor üstünə gəlirəm HNO3 ki, bu reaksiya uşaqlar getməyəcək. Niyə? Çünki sonuncuda bir çöküntü alınmır. Bunlar ikisi də eyni qüvvətlidirlər. Sonuncuda da bir çöküntü alınmadı. Deməli, reaksiya getmir. Amma yazsaydım, deyək ki, məsələn, argentum NO3 üstünə gəlirəm H-xlor. Buradan alınır. Deyək ki, argentumdan hidrogenin yerini dəyişək. Argentum xlorid üstünə gəlirəm HNO3. Hə, bu reaksiya gedəcək. Niyə? Çünki buradan argentum xlor çöküntüsü alınır. Deməli, çöküntü alınarsa siz qüvvəyə falana fikir verməyin. Çöküntü alınmazsa o zaman qüvvəyə fikir verin. Əgər qüvvətlidirsə, sıxışdırıb çıxara biləcək. Yox, qüvvətli deyilsə, sıxışdırıb çıxara bilməyəcək və biz deyəcəyik ki, bu reaksiya getmir. Bu şəkildə anlayışlar deyəcəyik sizə, dəyərli dostlarım. Keçək növbəti məsələmizə, əziz və hörmətli dostlar. Bu arada, yəni, belə çöküntü alınması ilə gedən reaksiyalar sıxışdırıb çıxarma hesab olunmur, dostlar. Sadəcə reaksiya gedir, amma sıxışdırıb çıxarma hesab olunmur. Sorum dahası, turşuların amoniyakla reaksiyasından əmələ gəlir amonium duzları və fikir verin, əlavə heç bir şey çölə çıxmayacaq. Sadəcə amonium duzu əmələ gələcək. Yəni, bu tipli reaksiyalar birləşmə reaksiyaları, dəyərli dostlar, birləşmə reaksiyalardır. Yəni, nə demək istəyirəm? Çörək bu Yapon sözünü ana dilimizə. Baxın, amoniyakın 1 mol hidrogenlə birləşməsindən 1 mol NH4 əmələ gələcək. Yəni, nə demək istəyirəm? Belə təsəvvür edək. Yazılıbdır NH3, üstünə gəlirəm, məsələm üçün. H3PO4. Əgər dostlar, birin birə nisbətində birləşibsə bunlar, bu nə deməkdir? 1 mol ammoniumla H3PO4-ün bir dənə hidrogeni birləşəcək və nəticə etibarilə alınacaq NH4, H2PO4. Fikir verin, NH4 alındı, özü də bir dənə. İndi düşünün, baxın, əgər 2-nin birə nisbətində birləşibsə, yəni 2 mol NH3 götürürəm, belə bir şey deyək, təsəvvür edin. Üstünə gəlirəm, məsələm üçün, H3PO4 ya da H2PO4 götürək. Əzizlərim, bu dəfə 2 dənə hidrogen H3PO4-dən ayrılacaq. Nə qalacaq? HPO4 qalacaq. Həmin o 2 dənə hidrogen də gəlib ammoniumla birləşəcək və nəticə etibarən belə olacaq. NH4 2 dəfə. Baxın, bu şəkildə olacaq. Gəlin belə eləyək. Toplamda görək düzdürmü? Toplamda burada 8-9 dənə hidrogen var. Burada da həmçinin 3 dənə və bu da 6 dənə, 9 dənə hidrogen var. Deməli, özünü doğrultur. Və yaxud da dostlar, indi bu dəfə nə edək biz? Bu dəfə 3-ün birə nisbətində götürək. Yəni 3 mol amoniyak götürək və H3PO4 götürürəm, amma 3 dənə hidrogen 3-ü də birləşsin. O zaman nə olacaq? Olacaq NH4 3 dəfə PO4. Bu şəkildə olacaq. Qısası, siz ammoniumun reaksiyalarında hər zaman diqqət edin ki, birləşmə reaksiyaları olacaq. Bu bir. Yəni, buradan kənara heç bir şey əlavə məhsul kimi çıxmayacaq. Sadəcə birləşmə reaksiyaları gedəcək. Belə. Keçək növbəti məsələmizə. Dostlar, bəzi turşular var ki, onları çox davamsızdır. Onlar qızdırıldıqda parçalanırlar. Məsələn, nə demək istəyirəm? Dostlar, deyək ki, HNO3. Bu qızdırılanda H2O-ya
NO2-yə və O2-yə parçalanır. Özdə bunun parçalanması üçün yəni sadəcə işığın olması belə kifayətdir. Və yaxud da H2SO3, SO4 demirəm uşaqlar, SO3 H2O-ya və SO2-yə parçalanır. Və yaxud da H2SO3. Bu da həmçinin H2O-ya və SO2-yə parçalanır. Və yaxud da metasilikat turşusu, yəni H2 silisium O3. Bu da həmçinin H2O-ya və silisium O2-yə parçalanır. Fikir verirsə, bir dənə nitrat turşusunun parçalanmasına belə qəribə bir dənə oksigenimiz alındı. Qalanında elə hamısı su və turş oksidi deyə bir şeylər alınırdı. Əziz və hörmətli dostlar, burada deməli bir şey var ki, nədir? Bu tipli turşuları əgər biz ağzı açıq qabda saxlasaq, o zaman turşuların qatılığı azalar. Və yaxud da qabın çəkisi azalar. Çünki turşu parçalanıb gedir axı, ona görə. Bir də ümumiyyətlə uşaqlar, bəzi turşular var ki, onlar qazlardan əmələ gəlir. Məsələn, H-xlor, nə bilim, H-flor, onların turşularını qızdıranda onlar özləri uçub gedirlər və turşunun qatılığı azalmış hesab olunur. Gələk dostlar, duzların kimyəvi özəlliklərinə. Duzların kimyəvi özəlliklərində biz nələrə diqqət edəcəyik? Metal üstə gələn duz alınır, yeni duz və yeni metal ortaya çıxır. Burada belə bir şey var. Bizə rəhmətli Beketovun bir aktivlik sırasını veriblər. Metalların gərginlik sırasını veriblər. Bu gərginlik sırasında biz bu hissəyə deyəcəyik aktiv metallar. Buradan ta ki, bura qədər olan hissəyə deyəcəyik orta aktivlik metallar. Ən sonda bu hissəyə deyəcəyik pasiv metallar. Əziz və hörmətli dostlar, maqneziumdan başlayaraq hər bir metal özündən sonrakıları duzundan sıxışdırıb çıxarır. Mən niyə maqneziuma qədər olanı demədim? İndi bu dəqiqə onun da səbəbini deyəcəm sizə. Yəni, nə demək istəyirəm? Baxın, deyək ki, bir var idi, bir yox idi. Bir sink xlorid var idi. Bunun üstə gələn maqnezium. Dostlar, maqnezium sinkdən çox-çox əvvəldədir. Və bu o demək ki, maqnezium sinkdən daha aktivdir. Ona görə də onu duzundan sıxışdırıb çıxarır. Sinki tullayır qırağa. Alınır maqnezium xlorid və sink çıxır çölə. Bu reaksiyanın əksi mümkündürmü? Xeyr. Sink, sənin hünərin nədir ki, maqneziumu duzuna sıxışdırıb çıxara biləsən. İndi burada mən bir şey qeyd elədim ki, bəs maqneziumdan başlayaraq, niyə mən litium, kalium, barium, kalsium, natrium, ümumiyyətlə aktiv metalları niyə demədim? Bunun səbəbi var. Məsələn üçün, deyək ki, sink xlorid, üstünə gəlirəm, deyək ki, məsələn, natrium. Buradan alınsın natrium xlorid, üstə gəlirəm sink, uşaqlar, bu reaksiya olmur. Bu reaksiyalar məhlulda gedirlər və, baxın, belə bir məhlulda gedir. Məhlulda bu reaksiyanın mümkün deyil ki, bu şəkildə getsin. Bəs nə baş verir? Məhlul nə deməkdir? Məhlul duz və sudan ibarət olan bir sistemdir. Baxın, sink xlorid və su var burada. Mən natriumu bura əlavə eləyəndə, natrium deyir ki, qardaş, mən niyə sinklə üzgöz olmalıyam ki? Elə hazır su ilə reaksiya girim də, sinki tullayır qırağa. Özü su ilə reaksiya girir. Alınır natrium OH, üstə gəlirəm H2. Bu reaksiya getdi. Natrium tam tükəndi, qutardı. Ondan sonra əmələ gələn bu natrium OH sink xloridlə reaksiyaya girir. İndi reaksiya baş verəcək. Baxın. Və bu halda da sinklə natriumun yerini dəyişəcək. Alınacaq natrium xlor və sink OH 2 dəfə adlı bir çöküntü yaranacaq. Fikir verdinizsə, sink metalı çıxmadı ya. Sink OH alındı. Bir daha qeyd edeyim uşaqlar, aktiv metallarda birinci növbədə suyun özü ilə reaksiya mümkündür. Ona görə də metal çıxmır çölə. Birinci suyun özü ilə reaksiya baş verir. Keçək növbəti məsələmizə. Dostlar, duz-duz reaksiyasını və yaxud da əslində bu duz və əsas reaksiyası üçün də keçərlidir. Hansı şərtlər lazımdır? Deməli, duz-duz reaksiyasından və yaxud da duz əsas reaksiyası üçün 2 dənə şərtimiz lazımdır əzizlərim. Bu şərtlərimiz hansılardır? 1. Bu maddələrin ikisi də suda həll olan olmalıdır. 2. Reaksiya nəticəsində heç olmasa bir dənə çöküntü alınmalıdır. Ay müəllim, nə deməkdir bu yapılan sözü? Bu dəqiqə bunu xırdalayım sizin üçün. Əziz və hörmətli dostlar. Məsələn üçün, sizin üçün yazsalar ki, deyək ki, atıram. Argentum xlorid üstünə gəlirəm, məsələn, natrium NO3. Bu reaksiya gedərmi məhlulda? Xeyr, dostlar, gedməz. Səbəb? Çünki argentum xlorid çöküntüdür. Siz bilirsiniz, xloridlərdən plumbumdur, argentumdur və civə2 xlor2 bunlar çöküntüdürlər.
qalan xlorların hamısı həll olur. Yəni bu maddə çöküntüdür. Bizim birinci şərtimiz ödənmədi. Hər iki duz suda həll olmalıdır şərti ödənmədi. Ona görə bu reaksiya getmir. Və yaxud da dostlar, deyək ki, məsələn üçün bizə verilib belə bir şey. Natrium xlor üstünə gələrəm, məsələn, kalium, deyək ki, SO4. Bu reaksiyaya diqqət edək. Burada da kaliumla natrium yerini dəyişsək, natrium 2SO4, üstünə gəlirəm, kalium xlor. Bu reaksiya gedirmi? Xeyr. Niyə? Bizim şərtimizin birinci hissəsi ödəndi. Yəni, reaksiya girən maddələrin hər ikisi suda həll olandır. Amma, dostlar, burada bir şey var axı. Amma reaksiyanın, biz demişik, reaksiyadan çöküntü alınmalıdır. Ha, buradan çöküntü alınmayı, baxın, natriumun, kaliumun bütün duzları həll olur. Yenə də reaksiya getmədi. Gəlin indi bir dənə başqa bir reaksiya deyim sizə. Məsələn, deyək ki, argentum NO3. Bu maddə həll olunmu? 100%. Niyə? Çünki bütün nitratlar həll olur. Üstünə gəlirəm. Deyək ki, məsələn, kalium xlorid. Həll olurmu? Bəli, kaliumun bütün duzları həll olur. İndi biz argentumla kalium yerini dəyişsək, alınır kalium NO3, üstünə gəlirəm argentum xlorid ki, az əvvəl də bunu müəyyən edirik ki, bu çöküntüdür. Ha, bu reaksiya bəli gedəcək. Niyə getdi? Çünki reaksiya iştirak edən maddələr hər ikisi suda həll olandır və reaksiya məhsullarından da gördüyünüz kimi argentum xlorid, yəni heç olmasa birisi çöküntüdür. Buna görə reaksiyamız gedəcək. Dahası, əzizlərim, keçək növbəti məsələyə. Yadınızda qalsın, çox əsaslı turşular öz normal duzları ilə reaksiya girir və turş-duz əmələ gətirir. Amma bir şərtimiz var ki, aralarında hidrogen fərqi minimum 2 olsun. Yəni, nə demək istəyirəm? Baxın, natrium 2SO4 üstünə gəlirəm, H2SO4. Bu reaksiya gedərmi? Dostlar, deməli, fikir verin. Birinci maddəmizin içərisində hidrogen sayı 0 qədərdir. İkinci maddəmizin içində hidrogen sayı 2 dənədir. Hə, bizim şərtimizi ödədi. Biz nə demişdik? Demişdik ki, əgər aralarında hidrogen fərqi minimum 2-dirsə reaksiya gedəcək. Yəni, bu reaksiyamız gedəcək. Onda natriumdan, daha doğrusu turş duz alınacaq. Natriumdan nə deməkdir? Bir dəqiqə. Turş duz alınacaq. Yəni, alınacaq natrium HSO4 2 dəfə. İndi düşünün. Baxın, natrium HSO4-ün üstünə də H2SO4 gələ bilərmi? Reaksiya gedərmi? Xeyr, getməz. Niyə? Çünki burada hidrogen sayı 1 ədəddir. Burada da hidrogen sayı 2 ədəddir. Və gördüyünüz kimi hidrogen sayı 1-ə bərabər, arasındakı hidrogen fərqi 1-ə bərabər oldu. Biz də şərtdə nə demişik? Aralarındakı hidrogen fərqi minimum 2 olmalıdır. Bu arasındakı hidrogen fərqi 1 olduğuna görə bu reaksiya getməyəcək. Keçirik növbəti məsələmizə. Dostlar, qələvlər öz turş duzları ilə reaksiyaya girir. Əsası duzlarda turşlarla reaksiya daxil olurlar. Ay müəllim, bu Yapon sözü nə deməkdir? Buyurun, indi bu dəqiqə bunu sizin üçün açıqlayayım. Deməli, qələvlər dedik ki, öz turş duzları ilə reaksiya daxil olur. Məsələn üçün, natrium OH. Üstünə gəlirəm, natrium HSO4. Əzizlərim, nə baş verir? Buradakı hidrogen, buradakı OH ilə birləşir. Və nəticə etibarı ilə bizim üçün mübarək bir su molekulunu əmələ gətirirlər. Yerdə nə qaldı? Birinci maddədən bir dənə natrium, ikinci maddədən bir dənə natrium, bir dənə də SO4 əmələ gəldi. Qısası, yekun olaraq 2 dənə natrium, bir dənə SO4 qaldı. Gördüyünüz kimi normal duz alındı. Və yaxud da ikinci şərt nə deyir bizə? Deyir ki, əsası duzlar turşularla reaksiya daxil olur. Ay müəllim, bu Yapon sözü nə deməkdir? Məsələn üçün, deyək ki, kalsium OH xlor, üstünə gəlirəm H xlor. Fikir verin, əsası duzdur, üstünə turşu gəlmişik. Yenə həmən məntiqdə əslində nə baş verəcək? OH ilə H bir-birinə birləşəcək. Və nəticə etibarı ilə bizim üçün nə əmələ gətirəcəklər əzizlərim? Su əmələ gətirəcəklər. Bəs nə qaldı yerdə? Birinci maddədən kalsium və bir dənə xlor, ikinci maddədən də bir dənə xlor qaldı. Bunlar da birləşincə kalsium xlorid əmələ gətirdilər. Keçək növbəti məsələmizə əzizlərim. Deməli dostlar, bəzi duzlar var ki, onlar su ilə qarşılıqlı təsir olub kristal hidrat əmələ gətirirlər. Uşaqlar, bu nəyə bənzir sanki? O, hər bir yəqin ki, şagirdin əvvəllər elədiyi bir səhvdir, xətadır. Nə edirlər? Səhər çay eləyəndə götürüb şəkər tozuna deməli qaşıq salırlar, tökürlər öz stəkanlarına. Ondan sonra da sulu həmin qaşıqda təzələnən şəkər olan qabın içinə əlavə edirlər. Bir müddətdən sonra nə əmələ gəlir? Bir müddətdən sonra biz görürük ki, şəkər qabının içərisində
belə topaqlar əmələ gəlməyə başladı. Suyu sanki o şəkər özünə birləşdirdi, topa-topa bir şeylər əmələ gətirməyə başladı. Bu kristal hidratda da təqribən elə bir şeydir. Duz molekulları özlərinə su molekullarını birləşdirərək kristal hidrat əmələ gətirir. Bu arada kristal hidratın içindəki suya da deyərlər kristallaşma suyu. Baxın, yəni Kupr SO4 vurulsun 5 molekul H2O-da ki, bu 5 molekul H2O-ya kristallaşma suyu deyirlər. Və yaxud da bu 10 molekul suya kristallaşma suyu və bu suya və bu suya və bu suya deməli kristallaşma suyu deyirlər, dəyərli dostlar. Belə bir şeydir. Kristallaşma suyunu əgər biz maddəni qızdırsaq, kristallaşma suyu da maddədən ayrılır. Yəni nə demək istəyirəm? Məsələn üçün deyək ki, biz götürürəm bir kuprium, daha sonra kalsium SO4 vurulsun 2 molekul su, yəni təbii gips. Biz bunu tamamilə qızdırırıq. Baxın, tamamilə qızdırırıq. Nə əmələ gəlir? Kalsium SO4 üstə gəlirəm 2 molekul su. Gördüyünüz kimi kristallaşma suyu ayrıldı. Düzdür, bunu biz qismən qızdıranda başqa maddə alınır. Alibasır əmələ gəlir. Nəysə. Belə. Bu da bizim kristallaşma anlayışı. Dostlar, deməli, duzlar, bəzi duzlar var. Daha doğrusu əksər duzlar parçalananda bərk qalıq qalmalıdır. Niyə? Çünki duz özü metal oksidin, metaldan və turşu qalığından ibarətdir. Və duz parçalananda da deməli oradan hökmən metal olan bir şey alınmalıdır. Metallar da bərkdirlər. Ona görə də hökmən bərk qalıq qalır. Məsələn, birinci reaksiyaya fikir verin. Deyək ki, məsələn, kalsium karbonat adlı bir duzumuz var idi. Bunu parçalayıram, alınır kalsium oksid, üstə yarım karbon qazı uçub getdi. Bunun əvvəlki kütləsi 100-dür. Sonraki bərk maddənin kütləsi olur 56. Fikir verin, 44 qram uçub getdi. Yəni, bərk maddənin kütləsi əvvəlcə 100 idi, daha yüksək idi. Sonra azaldı, 44-ə düşdü, 56-ya düşdü. Amma gördüyünüz kimi sıfıra düşmədi də, 56-da qaldı. Çünki qabın içərisində kalsium oksid deyə bir şey qaldı. İndi uşaqlar, bəzi maddələr var ki, məsələn, ammoniumun duzları. Əgər turşu qalığında metal yoxdursa, ammoniumun duzlarının parçalarında bərk qalıq qalmır. Ay müəllim, bu nə deməkdir? Məsələn, NH4NO2. Bu bir ammonium nitrit maddəsidir. Və biz bunu qızdırırıq, alınır N2 üstə gələm H2O. Uşaqlar, nə N2, nə də H2O bərk maddə deyil. Amma ammonium nitrit özü bərk maddə idi. Fikir verin, bərk maddənin kütləsi bəlli bir kütlədən sıfıra düşdü. Çünki azot əmələ gəldi, hidrogen əmələ gəldi, bunlar da uçub getdilər. Yəni, qabın içində bərk maddə zərrə qədər də olsun qalmadı. Deməli, ammonium duzları əgər turşu qalığının içində metal yoxdursa, parçalananda bərk qalıq qalmırmış. Keçək növbəti məsələmizə, əziz və hörmətli dostlar. Deməli, biz qrafik formullara baxacağıq. Dostlar, birinci oksidlərin qrafik formullarına baxaq. Yadınızda qalsın ki, oksidlərdə qrafik formulu yazanda oksigen atomu hökmən başqa element atomu ilə birləşəcək. Başqa yol yoxdur. Yəni, nə demək istəyirəm? Məsələn üçün, mənə belə bir şey yazılır. Natrium 2O. Baxın, yazıram. Natrium, xətt oksigen, xətt natrium. Fikir verdinizsə, nə natriumlar öz aralarında birləşdi, nə də oksigen öz aralarında birləşdi. Onsuz da oksigen bir dənə idi. Və qrafik formullar valentliyi əks elətdirməlidir. Fikir verdinizsə, natriumdan bir xətt çıxıb, doğrudan da natriumumuz bir valentlidir. Oksigenimizdən də 2 xətt çıxıb, doğrudan da oksigenimiz 2 valentlidir. İndi keçək, birdən bizə belə verirsə, testlərdə məsələn belə verilsəydi, o zaman nə olardı? Bu qrafik formul səhvdir. Niyə? Çünki biz burada görürük ki, oksigenden bir xətt çıxıb. Yəni, güya oksigen bir valentlidir. Və ortadakı natriumdansa 2 dənə xətt çıxıb, sağından bir, solundan bir. Burada natriumumuz 2 valentli olur. Ay dost, belə bir şey mümkün deyil. Natrium 2 valentli olsun. Ona görə dostlar, bu formul yanlışdır. Deməli, biz formulları testdə bizə veriləndə hökmən diqqət etmək lazımdır ki, bu valentliyi əks elətdirdi, yoxsa yox. Və bir də qaydamız, element atomları öz aralarında birləşməsinlər. Birləşsə yanlışdır. Başqa bir maddə deyək. Məsələn üçün, deyək ki, xlor 2O3. Belə bir şey verilsin. Burada da, əgər görsəniz, mərkəzi atomdan, görürsünüz, burada 2 dənə verilibdir. Əziz dostlar, öz aralarında birləşməməlidir. Yəni, götürüb xlorla xloru birləşdirməyin. Xlorla oksigen birləşsin, sonra xlor birləşsin. Baxın, xlorlar öz aralarında birləşmədi. İndi yerdə qaldı 3 dənə oksigen, daha doğrusu 2 dənə oksigen. Hər xlora da oksigeni müstəqil şəkildə birləşdirin. Və xlor oksigenləri müstəqil birləşdirəndə
2 qat rabitə ilə birləşdirəcəyik. Çünki oksigen 2 valentli idi. İndi fikir verin, burada hər bir xlorumuzun ətrafında 3 xətt var. Yəni xlor burada 3 valentlidir. Hər bir oksigenimizin ətrafında da 2 xətt var. Oksigenimiz də 2 valentlidir. Yəni şərtimiz ödənilir. Qısası demək istədiyim bu şəkildə həll edə bilərsiniz. Və yaxud da başqa bir şey deyim sizə. Deyək ki, məsələn, xrom O3 verilibdir. Bu necə olacaq? Dostlar, xromdan bir dənədir. 3 dənə də oksigenimiz var. Hər oksigenimizi də bir-biri ilə birləşməmək şərti ilə xroma sərbəst şəkildə 2 qat rabitə ilə birləşdirəcək. Gördüyünüz kimi xrom burada 6 valentli oldu. Yəni sizi qorxutmasın bu. İstənilən maddənin qrafik formullarını bu şəkildə rahat bir şəkildə yaza bilərik. Keçək əsaslarda qrafik formullar. Dostlar, əsaslar nədən ibarət idi? Metaldan və OH-dan ibarət idi. Məsələn üçün deyək ki, natrium OH-ın formulunu yazırıq. Onda nə edəcəyik? Natrium xətt OH. Belə də yaza bilərsiniz. Keyfiniz istəyər natrium O xətt H. Belə də yaza bilərsiniz. Yenə də dediyim kimi valentliyin doğru olması prinsipi əsas götürülür. Məsələn üçün natrium HO yazılması yanlışdır. Çünki bu zaman bizim oksigenimiz 1 valentli oldu. Bir dənə xətt çıxıb. Bizim hidrogenimiz 2 valentli olub. Baxın, sağından soluna hərəsinə bir xətt çıxıb. 2 xətt çıxmış hesab olunur. 2 valentli, 2 dənə rabitə əmələ gəlmiş hesab olunur. Bu da yanlışdır. Allah əfv eləsin. Belə şey olmaz. Və yaxud da məsələn yazılıbdır. Kalsium, deyək ki, OH 2 dəfə. Əzlərim belə bir şey olacaq. Kalsium, OH, OH. Və yaxud da istəsiniz belə yazın. Kalsium, OH. OH. İstəsəz uşaqlar OH-ın birinin sağında, birinin solunda yazın. Fərqi yoxdur. Amma yetər ki, valentli şərtini ödəsin. Və yaxud da deyək ki, alüminium OH3. Baxın, bu necə olacaq? Alüminium OH. OH, OH. Keyfiniz yaxşı istəyir, bunu da parçalayın. Olsun. OH, OH, OH. Bu da olar. Heç bir problem yoxdur. Gələk dostlar, turşularda qrafik formullar. Dostlar, turşularda qrafik formullar onun əsaslığına deyək ki, nə bilim, söykənir bu metod. Yəni, əgər oksigensizdirsə, birbaşa hidrogen mərkəzi atoma birləşəcək. Məsələn, verilibdir H xlor. Necə yazıram? H bir dənə xətt xlor. Və yaxud da H2S verilibdir. Nə yazıram? H xətt S xətt H. Amma əgər oksigenlidirsə, hidrogenləri əvvəl oksigenə birləşdirəcəm, sonra mərkəzi atoma birləşdirəcəm. Yəni, nə demək istəyirəm? Baxın, yazılıb H2SO4 deyilmi? Mərkəzi atom kükürdür. Yazıram, kükürdü bura. Baxın, hidrogen birləşdirirəm oksigenə, sonra birləşdirirəm kükürdə. Həmçinin yenə də hidrogen birləşdirirəm oksigenə, sonra birləşdirirəm kükürdə. Ay uşaqlar, 2 dənə hidrogenim, 4 dənə oksigenim var. Mən amma 2 hidrogen, 2 dənə oksigen yazmışam burada. Deməli, davam edə bilərəm. 2 dənə oksigenim qalıb yerdə. O oksigenləri də birbaşa mərkəzi atoma birləşdirəcəm. Ha, uşaqlar, daha götürüb o biri oksigenlə və yaxud da hidrogenlə birləşdirməyəcəm. Baxın, bu şəkildə olacaq. Bir dənə burada nəyə diqqət eləyək? Baxın, H3PO3, bir də H3PO2. Burada biraz diqqətli olmaq lazımdır. Niyə? Çünki, baxın, normalda 3 dənə hidrogen, 3 dənə oksigen var. Şagird deyir ki, mənim hidrogen, oksigen, fosfor, hidrogen, oksigen, fosfor, hidrogen, oksigen, fosfor. Bu şəkildə H3PO3 yaza bilərəm, amma deyil. Bu dostlar 2 əsaslıdır. Hidrogen, oksigen, fosfor, yenə də oksigen, hidrogen bu şəkildə. İkisini belə yaza bilərsiniz. Yerdə qalan bir hidrogeni və bir oksigeni də baxın birbaşa yazacaqsınız. Lütfən bu formulu əzbər öyrənək. Bu bir balaca bizim öyrəndiyimiz qaydadan kənara çıxıbdır. Və yaxud da H3PO2-də. Bu bir əsaslı turşudur. Yəni bir dənə hidrogen oksigenlə birləşib fosforla birləşdi mi? Bitdi. Qalan oksigen də birbaşa birləşəcək. Qalan hidrogenlər də birbaşa birləşəcəklər. Fikir verin, hidrogen var, amma oksigen vasitəsilə birləşmir. Yəni bu formulları xahiş edirəm qəşəng bir şəkildə əzbərləyək. Yəni gördüyünüz ikilərini, qalanları da qayda ilə tabi olan şeylərdir. Keçək duzların qrafik formullarına. Əzizlərim, duzların qrafik formullarında biz nə edəcəyik? Baxın, biz normalda turş duza və yaxud da 2 qat duza və yaxud da normal duza turşunun törəməsi kimi baxa bilərik. Belə təsəvvür edək dostlar. Turşdakı hidrogenin birini çıxardıb əvəzinə natrium salmışam. Onda nə olacaq? Qrafik formul belə olacaq. Natrium OS. HOS. 2 dənə də oksigen qaldı bunun yanında. Gördüyünüz kimi bu turş duzun qrafik formulu.
Və yaxud da, indi belə eləyirəm. Hidrogenin hər ikisini natriumdan əvəz edirəm. Onda nə olacaq? Yəni, o hidrogenlərin əvəzində natrium salıram. Olacaq natrium O birləşir kükürlə, oksigenlər də birləşdi yanlarından. İndi nə edirəm? Hidrogenin birini natriumla, birini də kaliumla əvəz edirəm. Yəni, 2 qat duz alıram. Nə olacaq? Natrium O, kalium O birləşdirək kükürlə, sonra da belə oksigenlər də bunların yanında oldu. Dostlar, həmçinin biz əsasi duzlara və yaxud da qarışıq duzlara əsasların törəməsi kimi baxa bilərik. Yəni, təsəvvür edin. OH-ların biz bu OH-ların üçünü də çıxardıb əvəzinə xlor qalığı salsaq, nə olar onda? Alüminium, xlor, xlor, xlor. Yəni, alüminium xlor üçüsü normal duz. İndi nə edirəm mən? Əsasların, deyək ki, ikisini və yaxud da birini çıxardıram, əvəzinə xlor salıram. Gəlin, belə birini çıxardaq. Nə olacaq onda? Alüminium, baxın, OH biri qaldı, ikisi qaldı, üçüncüsünün yerinə xlor saldım. Alüminium OH2 xlor, yəni əsası duz. Və yaxud da nə edirəm? Mən, deməli, OH-ların birinin yerinə deyək ki, xlor, qalan ikisinin yerinə, məsəl üçün, brom salıram. Nə olur onda? Alüminium, xlor, deyək ki, brom, brom. Yəni, oldu qarışıq duz. Bu qədər bəsit məsələ. Dostlar, keçək növbəti məsələmizə. İndikatorlar deyə bir şeylər var. İndikatorlar nədir? Ümumiyyətlə, mühitin turş və yaxud da qələvi olduğunu müəyyən eləmək istəyirsə, xüsusi maddələrdən istifadə olunacaq ki, biz bu maddələrə deyəcəyik indikatorlar. İndigo göstərirəm deməkdir. 3 növ indikatordan əsasən istifadə olunur. Lakmus, metil oranj və fenolftalein. Lakmus nədir? Öz rəngi bənövşəy rəngdir. Metil oranj da öz rəngi rəngsizdir, şəffaf bir şeydir. Metil oranj da narıncı rəngdə olan bir maddədir. Uşaqlar, əgər biz turşular olan bir yerə lakmusu əlavə eləsək, qırmızı rəng alınacaq. Fenolftalein turşulara təsir eləmir. Yəni, baxın, elə turşularda da rəngsiz qalıbdır. Amma metil oranjı turşulara salsaq, bir səhrai rəng alınacaq. Bu arada bir şey deyim, bəzi kitablar səhrai deyil də, bunu da qırmızı götürüblər. Ona görə deyirlər ki, tünd səhrai və yaxud da qırmızı rəng alınır. Belə bir şey də deyirlər. Dahası, lakmus, fenolftalein və metil oranj. Əgər qələvi məhluluna salınacaqsa, orada nə baş verəcək? Baxın, lakmus göy rəngə, fenolftalein moruğu rəngə, metil oranj da sarı rəngə boyanacaq. Burada bir şey var, dostlar. Söhbət burada suda həll olan maddələrdən gedir. Suda həll olmayan maddələr lakmusa və yaxud da hər hansı bir deməli, indikatora təsir eləmir. Yəni, nə demək istəyirəm? Təsəvvür edin, belə bir qab göstərilir bizə. Deyilir ki, bu qabın içərisində su var və bu qabın içərisində mən əlavə eləmişəm. Deyək ki, atıram kuprium OH2. Yox, kuprium OH2 deməyək də başqa maddə deyək. Çünki onun öz rəngi göy rəngdir. Onunla şagirdlər qarışdırarlar. Deyək ki, məsələn, bu maddənin içərisinə əlavə edirəm ferium OH3. Bu maddəni əlavə elədim. İndi mənə deyir ki, mən bura əgər, deyək ki, atıram, fenolftalein əlavə eləsəm. Fenolftalein əlavə eləsəm, nə baş verir? Dostlar, moruğu rəngi alınacaqmı? Xeyr. Niyə? Çünki ferium OH3 dəfə bu qələvi deyil. İndikatora təsir olması üçün suda həll olan maddə olmalıdır. Yəni, qələvi olmalıydı. Ferium OH3 isə qələvi deyil. Əsaslardan lin, nakrib, cısca, sırba və NH4-ün OH-ları yalnız suda həll olurdu. Ferium OH3 dəfə suda həll olmurdu. Ona görə bu təsir eləməyəcək. Və yaxud da başqa bir örnək deyim. Deməli, qabı götürmüşük, bu qabın içərisində su doldurmuşuq və bu qabın içərisinə metasilikat turşusu əlavə eləmişik. Demirəm, amma məhluludur. Bura əlavə eləmişik deyirəm. Və bura əlavə edirəm, məsələn üçün, lakmus kağızına. Dostlar, elə bilirsiniz ki, güya qızarma müşahidə olunacaq. Xeyr. Niyə? Çünki H2SiO3 suda həll olmurdu. Suda həll olmursa, deməli, indikatora təsir eləməyəcək. Dəyərli dostlar, diqqətinizi görə təşəkkürlər.